Bir çox insanlardan, bəzi pasientlərimizdən hətta bunu da eşidirik ki, heç su içməyən insanlar tanıyırıq, hansı ki, gün boyunca sadəcə bir stəkan çay içirlər, amma onlar da özünü yaxşı hiss edirlər, heç bir sağlamlıq problemləri yoxdur. Biz niyə bütün günü su içməliyik? Bir də belə bir şeylər oxuyuruq ki, aldığımız qidalardan, özəlliklə çiy tərəvəzlərdən və meyvələrdən bədənimizə yetərli suyu almış oluruq. Yəni bizim əlavə orqanizm olaraq çox da bizə həmişə aşılanan 2 litr, 3 litrə yaxın suyu almağa ehtiyac yoxdur. Bu ən böyük yanlışlardan biridir. Çünki biz özümüzü ibtidai insanla və ya çox keçmiş əsrlərdə yaşayan bir insanla qarşılaşdırmalı deyilik. Bizim müasir insanın ən böyük problemi çoxlu toksinlərə məruz qalmasıdır. Bu toksinlərlə bədənimiz ibtidai insan kimi, keçmiş əsrin insanı kimi tərəvəz və meyvədən aldığı maye, su miqdarı ilə təmizləyə bilmir. Ki qidalanmağımızda da yenə biz proteinləri çox istifadə edən bir xalq olaraq zülalların artıq maddəsi var bədənimizdə, urik turşular dediyimiz. Bunların yenə böbrəklərdən atılması üçün siz bədəninizə su ilə dəstək verməlisiniz.